3 yaşına qədər məcburiyyət yaranmadıqca uşağa yox deməyin. Çünki uşaqlar 3 yaşına qədər qorxunu, stresi, təşvişi təcrübə etməməlidirlər. Bu uşaqların bütün ehtiyacları vaxtında təmin olunmalıdır. Acıbsa tez yeməyini vermək lazımdır. Yuxusu gəlirsə dərhal onu valideyn anlayıb yatızdırmalıdır. Altını dəyişdirməkdə gecikdirmə əsla olmaz. Bunlar əgər valideyn tərəfindən düzgün şəkildə yerinə yetirilməsə, sanki uşaq gələcəyə, bu həyata, insanlara qarşı bədbin ola bilər və ya sanki məni heç kim anlamır hissi ilə böyüyə bilər. Bu da gələcəkdə təşviş pozuntusuna, depressiyaya və hətta bəzən ciddi şəxsiyyət pozuntularına da səbəb ola bilər. Ona görə də birinci 3 il psixologiyada çox önəmli və qızıl dövr adlanır hətta. Əgər ana südü kifayət etmirsə, bu məsələdə problem varsa, mütləq bu həll olunmalıdır. Uşaq 3 yaşa qədər qətiyyən aclığı, susuzluğu, yuxusuzluğu və hər hansı bu tip narahatçılıqları hiss etməməlidir. 4 yaşına girəndən sonra valideyn yavaş-yavaş uşağa yox deməlidir. Uşaq bəzən uğursuzluqları görməlidir. Yavaş-yavaş ona həyatı başa salmaq lazımdır. Uşaq anlamalıdır ki, mən qışqıraraq, ağlayaraq hər istədiyimi eləyə bilmərəm. Get-gedə başa düşməlidir ki, valideynim məni çox sevir, amma eyni zamanda da qətiyyətlidir və mən onu idarə edə bilmərəm.